Salam dostlar, bu günlər sizinlə birlikdə Minecraftda sahil oturacağı, nə bilim, yəni şəmsiyə filan necə edilir, sizə bunu öyrədəcəm. Gəlin keçək videomuza. Deməli dostlar, öncəki videodan qalan oturacağımız deyəndə divan necədir sonra? Oturacağımız divanımız, xalçamız və TV'miz burada biz etmişdik və əmin olun ki, çox yaxşı yarayır. Bunları ürəyiniz istəyən ərizə qoya bilərsiniz. Mən bunu istəyim. Məsələn, dostlar, mən burada başqa bir rəng qoymaq istəyirəm indi. Yəni dəyişdirmək istəyirəm də, belə deyək. Və rənglərimi seçdim dostlar. Bunları qoyacağım. Bu rəngləri seçdim dostlar. Və yenə dediyim kimi rəngləri ürəyiniz istəyən şəkildə dəyişdirə bilərsiniz. Yəni ürəyiniz istəyən şəkildə dəyişdirə bilərsiniz. Mən xalçanı biraz yaxşı qoymasam da yanım deyirəm. Belə düz rəng də qoya bilərsiniz, amma mən qoymadım neysə. Video yarısı demək olarsa bura getdi dostlar, bağışlayın. Amma neysə dəyişdirmək istəyirəm. Yenə pişirmək üçün bunu qoydum deyəm dostlar. Yəni bağışlayın, videomuzdan vaxt gedir. Elə dediyim kimi, yəni dostlar bağışlayın da. Yenə dostlar, videomuza yenə də abunə olmağı, like atmağı dediyim kimi unutmayın dostlar. Və TV'nin bu hissəsinə də qoyuram yenə. Hətta dəyişdirə bilərəm. Hətta yəni dostlar belədir. Yəni mən bunları əslində bu videomu elə tutmaq olar. Əvvəlki videodakı bəzi şeyləri dəyişdim videosu. Belə ola bilər, çünki bəzi şeylərdən xoşum gəlmir dostlar buradakı. Yəni belə bəzilərini dəyişdim dostlar. Belə elədim. Və dostlar, yanları da belə şeylər qoydum. Ya da qoymadım, pişir dəyişdim yenə. Deyəcəksiniz, nə qədər pişir dəyişsən indi. Dostlar, dəyişəcəm şey bu videodakı bir də budur, yəni göstərəm indi sizə. Tapa bilmirəm buradan nə idi. Deyəsən tapdım dostlar. Getdiyi gözümün qabağını tapmışdım tam. Hə. Hansıdır yer? Yəni. Deyəsən buydu dostlar. Bununla eləyəcəm. Yəni bununla eləyəcəm dostlar. Ağ olanda daha yaxşı olduğunu fikirləşəm dostlar. Yəni sizdən alacağım fikirlərinizi alacağım. Buradan yenə bunu seçirik. Və yenə dostlar gəldi. Baxın belə. Belə dostlar, yəni necədir? Yəni gəlirsiniz belə. Hətta bunun üstünə bunu belə qoya bilərəm. Amma qoymaq olur neysə.
Ancaq belə otura bilərsiniz dostlar. Belə. Nəysə, keçək videomuzu bizim əsas videomuz. Videonun yarısı bura getdi, bağışlayın. Amma dostlar, videomuzda nə edəcəyik? Deməli, videolardan qalan bunları görürsünüz dostlar. Ranza və TV falan. İndiki videomuzda nə edəcəyik? Şəmsiyə və bir-iki oturacaq inşa edəcəyik. Diqqətlə izləyin dostlar, diqqətlə baxın. Deməli dostlar, əlinizə bir dənə çit alırsınız. Taxta çit alırsınız, ağ və ya nə rəng ürəyiniz istəsə. Onu düz bir vəziyyətdə belə qoyursunuz. Mənim qoyduğum kimi düz bir vəziyyətdə qoyursunuz. Belə. Təxminən bir 7 ya da 5-4 dənə qoyursunuz. Sonra dostlar, üstünə belə bulutlar belə qoyduğum kimi bulutlar qoyursunuz. Tam mənim qoyduğum kimi qoyun, ondan sonra olmasa ən yaxşı olmaz dostlar. Ondan sonra buralarını dostlar belə dolartırıq. Belə olur dostlar. Sonra mənim qoyduğum kimi üstünə belə bunlardan qoyuruq dostlar. Bu necə ürək istəsə olar. Mən ağ maşın qoymuram yanım. Ağ qoymayacağım dostlar. Qırmızı qoyacağım. Çünki bunlar qırmızı yaraşacağını fikirləşirəm. Və dediyim kimi dostlar, yaraşır qırmızı. Yəni sizə də tövsiyə edərəm ki, qırmızı qoyun dostlar. Belə qoyun. Belə yaxşı olacağını fikirləşirəm. Və ortasına mavi də qoya bilərsiniz. Mavi qoymayacağım, ağ qoyacağım mən. Yaşıl da qoymanız olur. Yaşıl da qoymanız olur. Mən ağ qoyacağım yəni bunun yerinə. Ağ qoyduq və belə olur dostlar. Və yanlarına yenə mənim qoyduğum kimi onu belə qoyursunuz. Yəni belə olmadı dostlar. Yanından çıxdı elə bir. Baxın, mənim qoyduğum kimi bunu götürüb. Bunun bir yaxşılığı olmaz ki dostlar, bu şəmsiyənin baxanda üstdən baxanda qədər yaxşı görsənmir, amma altdan baxanda qəşəng görsənir. Əmin olun sizə deyirəm. Gördüyünüz kimi dostlar, altdan baxanda qəşəng görsənir. Altdan baxanda çox qəşəng görsənir dostlar, gördüyünüz kimi yəni. Bəzilərini tam düz qoymuyor ola bilərəm və onları düzəldirəm də yəni. Gördüyünüz kimi hamısı düpbədə düzdür. Və sonra dostlar, şəmsiyənin arxasına, yanlarına oturacağı qoyacağım. Oturacağı zaten öncəki videodan bilirsiniz necə eləmək olar. Amma mən yenə də eləyəcəm. Bu arada oturacaq deyil. Deməli dostlar, yenə balaca belə mənim götürdüyüm baxın, bundan götürürsünüz. Sonra yenə yanlarına bunu əlavə edirsiniz. İstəyə bağlı bir dənə və ya yaxın oldusa, yaxın olmadı, bunu denəyəcək. Tam belə şəmsiyənin yanına dostlar bunu qoyursunuz. Yəni sonra deməyin ki,
şəmsiyə uyumlu olmadı da yəni. Sonra dostlar yanlarına mən qoydum kimi bunları qoyursunuz və belə olur. İstəyə bağlı yanlara da 2 dənə və ya 1 dənə qoya bilərsiniz. Mən 2 dənə qoyacağım. Və ya belə də qoya bilərsiniz. Bəlkə də bilmirəm. Gəlin. 2 dənə belə qoyacağım. Birinci bir uykuya dalaq. Səhər olsun dostlar. Bəli dostlar, indi göstərəcəm sizə. Belə yanlara mən 2 dənə demişdim ama bir dənəsini yaraşacağım, süzləşdim indi. Belə bir dənəsini qoya bilərsiniz, belə oturacaq. Sonra yenə onun yanına da burasına 2 dənə, bu hər dəfə 2 dənə qoyun, yoxsa yaxşı olmayacaq dostlar, onu demək istəyirəm. Və 3 dənə də qoyursuzlar, bəlkə 3 dənə qoyun. Hətta mən bu yandaşını görmək istəyirəm, çünki heç yaxşı görsənmədiyini fark etdim. Yəni bura torpaqdan. Dostlar mən bunu da qırmaq istəyirəm, çünki yaxşı görsənmədiniz, yəni gördüm. 2 dənəli eləyəcəm, yəni tam qırmayacağım da bunu. 2 dənəli eləyəcəm. Belə görsəm, belə daha yaxşı görsəm. Yəni siz yorumlarınıza bağlıdır. Yəni desəniz belə elə, əvvəlki elədiyimiz elədim. Bəzilərini elə eləyəcəm. Yəni sizin istəklərinizə bağlı eləyəcəm. Və yenə dostlar 2 dənə belə qoyuruq. Və dostlar belə görsəniz yanları. Hətta bunu belə də qoya bilərsiniz. Ya da qoymaya bilərsiniz, çox pis görsəniz. Nəysə dostlar, sonra istəyə bağlı alta belə xalçalar qoya bilərsiniz. Bunu eləməsəz də olur, amma mən eləyəcəm. Yəni ağ da qoya bilərsiniz, qırmızı da, ikisi də yaraşır zaten. Hansından qoya bilərsiniz. Mən ağ, qırmızı və mavi qoyacağım. Və eləyək. Belə yanlara ancaq ağ qoyacağım. Yanlara ancaq ağ qoyacağım. Və ancaq ağ da eləyə bilərsiniz. Bu sizin istəyinizə qalıb da yəni. Rəngsiz də eləyə bilərsiniz. Yəni rəngsiz eləyin baxın necə olacaq. Yəni burası biraz pis görsəndi. Və bundan qoyacağım. Və yenə qoya bilərsiniz. Hatta bura birinci bundan qoyacağım. Sonra üstünə çiçək qoyacağım. Sonra üstünə çiçək qoyacağım. Olmur. Dostlar üstünə çiçək qoymaq olmur. Buna görə ağ oxşasın deyə altına ağ blokdan yerləşdirəcəm bunu. Yerləşdirək bunu. Bunun üstünə qoyaq. Ya bunun üstündə olur görək. Yəni çiti gətirək. Olmur dostlar. Neyse belə qoyaq. Sonra belə xalçanı və ya belə bloklar qoya bilərsiniz. İstəsəniz yanları da
Neyse, istəsəniz deyəcəyim yanları da belə verə bilərsiniz bu. Yaxşı görsənsə görəcəm, yoxsa siləcəm. Yəni yaxşı görsənmədiyi böyle. Belə dostlar, şəmsiyəmiz və oturacaqlarımız hazır oldu. Belə videoların daha çox gəlməsini istəyirsinizsə və Come to Dolphin kanalına abunə olmağı unutmayın. Belə videolardan yenidən çəkəcəm və elədiyimiz Minecraft'dakı elədiyimiz yapımların çoxu burada dayanır dostlar. Məsələn, o divanımız deyək, belə deyək və TV'miz. Buradakı şeylərimiz, ranzamız və yaxtaqlarımız falan hamısı burada dayanır. Nəysə, sağ olun, salamat qalın.